Əmirül-Möminin səhər istəyirəm, baxın. Cavanın qəlbi sanki boş, münbit bir torpağa bənzəyir. Nə atson ora neyir, qəbul edir. Bu torpaq bilirsiniz də, əkin ki əkilir, ikinci dəfə əkilənə bir torpaq zəifləyir. Üçüncü dəfə əkilənə torpaq biraz zəifləyir. Ora nələrsə vururlar, eləyirlər ki, torpaq təzədən o gücünü bərpa eləsin. Əmirül-Mömin deyir, cavan vaxtı elə qəlbim xalidir, boşdur. Boş torpağa bənzəyir. Elə bil ki, güclüdür. Nəyi səpdün, bitəcək. Ondan sonra deyir ki, övladına deyir, "Fəbadər tükə." Bala, mən ki bunu bildim belədir, mən tələsdim bil ədəbi qablə ən yaqsuva qalbuk. Qoymadım qəlbin daşlaşsın. Qəlbin daşlaşmamış bala. Mən əlimdən gələni sənin üçün elədim. Və yəştəğil lubbukə. Ağlın məşğul olmamış, qəlbin hələ rəsabət bağlamamış, mən sənin üzərində çox işlər görmüşəm bala. Ədəblə səni ədəbləndirmişəm. Cavanlar ömürlərinin qədrini bilsin. Xanımlar, kişilər, yaxşı fürsət.